Tindən salam. Atam, bir günlər özüm tinə gəldim ki, baxmadan sabah oktyabr ayın 1-dən gediş haqqı olacaq 60 köpük. Bu köpük oğlun 10 köpüyü də 10 köpük də. Mağul qabaq bu artımı Tarif Şurası eləyirdi. İndi nədənsə rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi artırır. Yağın artırıb da rəqəmsal inkişaf və Nəqliyyat Nazirimiz Rəşad Nəbiyev. Nəvəzüzəyə şəxsi şoförümüz var. Allah bilir, heç ictimai nəqliyyatdan da istifadə eləmirsiniz. Amma yox, hələ bomba da istifadə eləyirsiniz, 20% qaldırdınız da. Mənə bax, bu ictimai nəqliyyatdan istifadə eləyənlər idi ya, 20%-i qeytərdilər. Ona görə qaldırdınız. Tirə bunlar qaldırmaqda pərcardılar. Bir yerimizi qaldırıb iş görün ha. Dinliyor, tinimiz düzdür. Millət vəkilimiz Elşad Musayev halımıza yanba, qeyd etdi ki, ilk növbədə insan rifahını yaxşılaşdırmaq lazımdır. Bundan sonra qiymət artımından söhbət gedə bilər. Elşad müəllim, nə olsun, siz dediniz, biz də eşitdik. Nəticədə nə oldu? Qaldırdılar da qərar gediş haqqını. Mənə bax, bir də qeyd edib deyirlər ki, bu tələbələrlə təqaüdçülərə bu güzəşt olacaq. Nə olanda? Şəhid ailələri, qazilər də güzəşt eləyində, türklərdə necədir? Vatan size minnettardır. Vatan size minnettardır. Bizdə də eləyində nə olanda bu qazilər, şəhid ailələri kartlarını vuranda vətən sağ olsun. Düşün də, yoxsa vətən ancaq sağır. Dinliyor, tinimiz düzdür. Bu akordun böyüyü var idi ya İlqar Hacıyev. Axtarışda daxı, gör neçə vaxtı villasını satırdı. Patamdartda 1.200.000 manata. Buna kliyent də çıxba, kim olsa yaxşıdır. Ailənin rəhbəri Anar Rızayev. Anar müəllim, 2480 manat maaş alırsınız. Baxma da, maaşla dolanan adamsınız. Maaş demişkən, bu qədər pul sizə hardan? Bildim. Aeroporta taksiləri buraxmırsaq, orada ancaq badımcan taksiləri işləyir. Badımcan demişkən, Anar müəllim, badımcandan bir şey çıxır. Atam balası, bunların can verdikləri badımcan nə qədər dəyəri olsa, indi öz aramızda bizim tinimiz düppədüzdür ya.